1998-ci il 22 may Ulu Önder Heydər Əliyevin sərəncamına əsasən 26 iyul Silahlı Qüvvələr Günü elan olundu və biz bu tarixi hər bayram günü kimi qeyd edirik. Bu bayram münasibətilə Azərbaycan Silahlı Qüvvələrinin əskərlərini, zabitlərini təbrik edir, onların işlərində mütəvəqqətlər arzu edirik. Değmez yakıt torpağı, ucaldanız bayrağı, Allah olsun dayalı, Azerbaycanız. Nasa Amerika'dan Natalya, bir sokak koyları, yollar şimdi kaya, bu ülkedeki bayrağın gözümün ışığını, azaplı yollarda, doğan gökyüzünün üstündeki ay yıldız, gelin benim koşma, ay üzüyen ben seni, onu sonu başlı. Biz şanlı ordumuzun reşadetin ilanı yok. Bölüşen her eskerin cesaretin ilanı yok.